Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bu gün Fast Token ilə əlaqəli bir video çəkirəm. Çünki bazarda bunun, belə deyim sizlərə, yatırım edəcəyiniz, staking edəcəyiniz və hər gün qazanc əldə edəcəyiniz bir sistemi var. İndi isə o sistemi də sizlərə göstərəcəm. Burada gördüyünüz kimi sistemlərin adı Lolic'dir. Qısaca bura, məsəl üçün Gate.io birjasından və ya digər birjalardan Fast Token alırsınız və göndərirsiniz. MetaMask cüzdanınıza buradan Connection Wallet sözünün üzərinə vuraraq, yəni bir sözlə Fast Token'i bura staking edirsiniz. Başa düşdünüz, yatırırsınız dostlarım. Ancaq burada bir məsələ var ki, bunu da sizlərə deyim. Mən dünən bu video üçün dostlarım $800 pul aldım. Yəni burada da görürsüz 19 saat bundan qabaq hesabıma $800 pul göndərdilər ki, yəni mən bu sistemi A'dan Z'yə siz insanlara başa salım. Həqiqətən də ilk öncə bunu deyim ki, Fast Token illərdir gördüyünüz kimi insanlara qazandıra gəlib, məlum təbii ki, çöküş günündə bu valyutada digər valyutalar kimi çöküş yaşayıb, ekstra olaraq tokenin kilit açılımları falan, belə deyim də, çıxdığı gündən etibarən 12 qata yaxın insanlara pul qazandırıb. Belə baxanda sistem həqiqi mənada, yəni bunların Fast Token'in, FTN tokeni pis proyekt deyil. Özlərinin birjalarda var, DEX birjaları özlərinin bazarlarda var. Belə baxanda dediyim kimi, yəni proyekt günü-gündən inkişaf edən proyektlərdən biridir. Ona görə də elə bazara girdiyi gündən yüksələ getmişdi və insanlara ortalama nə qədər 12 qatlıq bir qazanc qazandırmışdı. İndi isə belə bir sistem yaradıblar dostlarım, Lolic proyekti. Bura necə deyim, FTN tokenlərini alıb bayaq dediyim kimi stake edirik və o stakedən gündəlik müəyyən faizlər götürürük. Başa düşdünüz? Yəni bu stake etmək bütün birjalarda var. Bu arada bu $30 milyon üzərində bir platforma staking olunduğunu göstərir. Ancaq dostlarım, burada məsələ, belə bir məsələ var. İndi okey, mənə ödəniş falan ediblər. Mənə ödəniş edən gördüyünüz kimi Fast Token Türkiyə profildə, baxın bu. Və burada Fastex ekosisteminə aid bir proyekt olduğunu deyirlər. Tweetlərini açıb baxsaq, görəcəyik ki, Lolic'i falan bunlar da paylaşıb. Baxın, burada tweetləri real olaraq görürsünüz, lolic.com. Ancaq Fast Token'in Twitter'ına girdiyimizdə, Fastex gördüyünüz kimi, bura daxil olduğumuzda sanki belə bir şey yoxdur. Başa düşdünüz? Yəni belə bir paylaşım yoxdur. Adamlar proyekt açıblar. Niyə? Məsəl üçün proyektlərini öz səhifələrində tanıtmırlar. Türkiyə səhifəsi əgər bunlara aiddirsə, buradan izlənmələrə gəlib baxırıq dostlarım. Gördüyünüz kimi Fastex'in 89 izlədiyi necə deyim, səhifələr var. Burada bu səhifələri bir-bir yoxladığımızda Fast Token Türkiyəni biz görmürük. Başa düşdünüz? Və ekstradan dostlarım, burada Bahamut Chain var. Baxın, gördüyünüz kimi bu səhifə. İndi bu səhifəni niyə deyirəm? Bunu qısaca yadınızda saxlayın. Bahamut. İndi təkrardan daxil olaq Fast Token Türkiyəyə. Gördüyünüz kimi Fast Token Türkiyə ekstradan Bahamut Chain'i də etiketləyib. Baxın, burada daxil oluruq. Burada da yenə tweetlərə baxırıq. Heç bir tweetdə Lolic haqqında hər hansı bir gördüyünüz kimi mesaj yoxdur, hər hansı bir paylaşım yoxdur. Təkrardan ön səhifəyə qayıdaq. Burada izlədiyi insanlar var, səhifələr var daha doğrusu. Bu səhifələrə daxil olduğumuzda yenə də Fast Token Türkiyəni izləmirlər və Fast Token'in üzərinə daxil olduğumuzda yenə də gördüyünüz kimi, yəni Lolic proyekti haqqında hər hansı bir məlumat yoxdur. Yəni ki, dostlarım, bu video sponsorlu ola bilər. Bu video üçün mən pul ala bilərəm. Ancaq belə deyim də,
Fast tokenin əgər bu proyekt həqiqətən də Fast tokenə aiddirsə, niyə Fast token bu proyekt ilə, Lolik ilə əlaqəli hər hansı bir şey niyə paylaşmayıb? Başa düşdünüz? Maraqlısı olan baxın budur. Yox, həqiqi mənada əgər Fast token bu proyekti paylaşsaydı, burada belə deyim də, bu adamların mənə dünən ödədiyi $800 Fast token özüm satın alacaq idim. Həmən baxın bu videoda həmən bu Lolikə yatırım edəcəkdim. Əgər ki Fast token ilə əlaqəli bir necə deyim, paylaşım görsəydim. Burada gördüyünüz kimi ortalama nə qədər 5.2 ədəd Fast token verir insanlara. 1000 ədəd Fast token yatırmalısan, aylıq olaraq təbii ki bu dəyişir. Bu arada dostlarım, bu staking platformları, yəni bundan öncə də rəylərdə də izah etmişdim. Yəni bunların əllərində tokenini saxlayırsan, yəni bunu da staking edirsən, bunun qarşılığında müəyyən miqdarlar alırsan. Bu daha çox ola bilər və ya bu daha az ola bilər. Ekstra da hər hansı bir airdroplar olanda o airdroplardan faydalana bilirsən. Yəni ki, bu proyektdə belə dostlarım, Lolik proyekti də belə. Qısaca bura risk etməyə dəyərmi? Əlbəttə ki, dəyməz. MetaMask cüzdanını bağlamağa yaxşı dəyərmi? Əlbəttə ki, dəyməz. Çünki bunların paylaşımı olarsa okeydir. Ancaq bunların paylaşımı olmazsa, başa düşdünüz, onda artıq yəni işlər dəyişər. Yəni ciddi şəkildə deyirəm, işlər dəyişər. Yəni ki, bura bağladığımız cüzdandan pul falan çəkə bilərlər. Başa düşdünüz? Yəni hər şey ola bilər. Belə dostlarım, inşallah ki ədalətli bir video oldu. Ədalətli bir tanıtım oldu. Biz nəyi görürüksə, onu da ən çox deməyə çalışırıq. Görmədiklərimiz haqqında nəsə demək düzgün deyil. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Sağ olun, hələlik.